videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam değerli izleyiciler, hoş gördük her birimizi. Her birinizin sabahınız xeyir olsun. Değerli izleyicilerimiz, bu günlərim 8 Mart günüdür. Bütün xanım izleyicilerimizin bayramını təbrik edirəm. Bütün Azərbaycan xalqının, xanımların bayramını təbrik edirəm. Başda şəhid anaları olmaqla. Və gözəl izleyicilerimiz, bu günlərim Saday qardaşımız 2000 rubl göndəribdir. Allah min əvəzin versin. Və bir qardaşımız 36 manat göndəribdir. 6 manatın yanacaq vurarsan maşına, 30 manatın verərsən ailəyə. Və Kərbəlayı dayımız təşəkkür edirəm. 1000 rubl bir nəfər göndərib, o da üstün düzəldib, kapital kartımıza 50 manat vurub. Təşəkkür edirəm. Və bir Allah bəndəsi 5 aziyim vurubdur. Və mənim gözəl xeyriyyətçi anam, Arifə anam. Təşəkkür edirəm, Allah canını sağ eləsin. Səni Asovlu 8 manatını təbrik edirəm. Arifə anamız 25 manat göndəribdir ilkin bala üçün. Və bir qardaşımız adının çəkilməyin istəmir, 500 rubl göndəribdir. Allah min əvəzin versin. Və Ordubad rayonunun Dəstə kəndindən mənim gözəl qardaşım, Allah sənin canını sağ eləsin, Elsəvər qardaşımız 1000 rubl göndərib. Oruçluq ayındayıq, oruçluq bayramıdır. Və bu günlərim gözəl izləyicilərimiz 70 manatlıq bir ailəyə bazarlıq eləmişik, bayram sovqatı və o günü burada çəkiliş elədik. 80 manatda odun almaq üçün bacıya pul göndəribdilər. Adlarını çəkdim, vurğuladım. Təşəkkür edirəm. Allah canını sağ eləsin. İnşallah sabahlarımda yenə bir ailəni sevindirəcəyik. Hələ ki büdcəmizdə pulumuz var. Təşəkkür edirəm. Yəni bu oruçluq ayında kimin ürəyi istəyirsə, yəni bu gözəl ayda kasıb ailələri sevindirmək. Allah hər birinizin qazancınıza bərəkət versin. İndi isə gözəl izləyicilərimiz bura pulumuzu verib yenə çəkilişimiz davam edəcək 70 manatlıq bazarlığına. Sabahınız xeyir. Hoş gördük. Nətəsiz? Sağ ol. Sama gəl bura. Nətəsən? Yaxşısınız. 8 manatınızla təbrik edirəm. Sağ olun. Sağ olun. Sama 80 manat puldur bu. Bunu əmilər göndəribdir ki, pozun alasın. Allah canlarını sağ eləsin. Allah ömrlərini uzun eləsin. Allah başlarından tüysün. Sağ ol. Allah Sağ olsunlar. yardım edən hər bir kəsin canını Amin sağ Allah. eləsin. Amin Allah qadınam. Allah başlarından tüysün. Amin. Oruçluq gündən istəmişəm. Allah köməklərində dursun. Allah canlarını sağ eləsin. Çox sağ ol. Çox sağ ol. Tamam, nətəsən? Yaxşı. Aş yediyik. Yox. Yemeği ver. Pişirməm sana. Pişirməm. Bayramlıq bizdə. İnşallah. Bayramlıq. Gözəl izləyicilərimiz, yenə bir ailə var. İnşallah çəkilişimizi sona qədər izləyin ki, o ailəni də aparaq, produktunu verək. O ailəni də sevindirək. Çox sağ olsun, yardım edən Sağ olsunlar. Allah canlarını sağ qardaşlarımız, eləsin. bacılarımız, analarımız. Allah hər birimizə uzun ömür, can sağlığı versin. Yəni bu gözəl ayda bir ailəni sevindirib, bir ailənin ki qazanın qaynadırıb. Yəni bu böyük bir savabdır. Vallahi. Allah canlarını sağ eləsin. Sağ olsunlar. Allah ömrlərini uzun eləsinlər. ol. Allah canlarını sağ eləsinlər. Çox sağ olun. Gedək. Sağ olun qadınam. Sağ ol. Sağ ol. Allah canlarını Bacı, sağ qədər. eləsin. Değerli izleyicilerimiz, geldik bak bu körpə balalara produkt gətirdik. Xoş gördük hadi. Sağ olun. Allah köməyinizdə olsun. Bu oruçluq bayram kim yardım eləyib, Allah onun köməyində olsun. Çox sağ ol. Kim yardım eləyibsə də Allah onun başından töksün. Allah kim niyyət eləyibsə də niyyətinə qəbul eləsin. Çox sağ ol. Çox sağ ol. Can bəri burada. Ya Allah. Bunu 8 manata göre Çox sağ olun. Allah qazancınızı dolu eləsin. Sağ olun. bayram ayının oyunudur. Sağ ol, Aş Allah üçün çok- hər şey var. Ətdən belə hər şey var.
Çox sağ olun. Allah köməyinizdə olsun. Meyvələrdən də almışıq. İçində təndir çörəyi də var. Sağ olun, sağ olun. Allah qəbul etsin. Kimə oruç tutsa da Allah orucunu qəbul eləsin. Çox sağ olun bacı, çox sağ olun. Şirin ağzından yiyin. Çox sağ olun. Allah köməyinizdə olsun. Allah köməyinizdə olsun. Allah bu Bir dənə də köpələr körpə bala var. Qızlı oğlandı. Düzdür, sağ olun. Allah köməyinizdə olsun. Bu 8 Martda bu gözəl Ramazan bayramında siz mənə yardım elədiniz. Allah başınızdan töksə. Sağ ol bacı, sağ ol. Allah razı olsun. Şirin ağzından yiyin. Çox sağ olun. Allah köməyinizdə Yardımı olsun. göndərən qardaşlarımız var. Allah onun Özləri canını sağ eləsin. Azərbaycanda olmasa belə ürəkləri vətənlə döyünən Azərbaycanlılarımız göndəribdi, gözəl qardaşlarımız göndəribdi. Allah onların borçluq bayramı, onların tüm nə niyyət tutubsa da Allah qəbul eləsin. Amin. Nə niyyətlə verirdilərsə, nə niyyətlə yollayırdılarsa da Allah ona kömək olsun. Sağ olun qardaşlar, bacılar. Sizə qurban olum. Qavanıza baş əyirəm. Çox sağ olun. Çox minnətdaram. Sağ ol bacı, çox sağ ol. Gözəl izləyicilərimiz, şükürlər olsun Allaha. Gəldik bu günlərim, körpə balanı sevindirdik. Xeyriyyətçi qardaşlarımızın sayəsində Allah canlarını sağ eləsin, ruzilərin, bərəkətlərin bol eləsin. İnşallah Allahın izni ilə yenə sabaha bir ailəni də sevindirəcəyik. Amma bir balaca elə bir pulumuz da azdır. Mən istəyərdim elə gözəl vətənpərvər qardaşlarımız göndərsinlər, bax belə az təminatlı yaşayan ailələr ki var. Bax o ailələri aparaq bu əziz gündə, bu Ramazan ayında sevindirək. Allah xeyriyyətçi bacı və qardaşlarımızı qorusun. Qürbətdə yaşayan Azərbaycanlılarımızı Allah qorusun. Çəkilişimizi burada yekunlaşdırdıq. İnşallah Allahın izni ilə sabahların möhtəşəm bir çəkilişimiz olacaqdır. İzləmədə qalın, kanalımıza abunə olun ki, xəbəriniz olsun. Çox sağ olun bacı. Şirin ağzına yiyin. Sağ olun qazanam. Allah köməyiniz olsun. Allah böyük qardaşlarımızı, böyük imkan ailələrinin hamısını Allah başından töksün. Çox sağ olun qardaşlar, bacılar, əmilər, dayılar, babalar, nənələr hamısının başınıza baş əyirəm. Sağ olun. Çox sağ olun. Çox sağ olun.